Aktual gündəm efirdədir, xoş gördük sizin hamınızı. İstanbulda baş verən zəlzələ əslində hamımızı yenidən narahat elədi. Azərbaycanda da seismik zonaların olduğunu bilirik və Azərbaycanda baş verən seismik hadisələr haqqında da vaxtaşırı bizim seismoloji mərkəz, eyni zamanda bu sahədə məşğul olan alimlər istər məlumatları, istər araşdırmaları ilə, istər də seismik stansiyaların gəldiyi nəticələrlə bağlı müxtəlif fikirlər söyləyirlər və bu fikirlərin kökündə duran əsas məsələləri yenidən biz gündəmə ona görə gətiririk ki, İstanbulda baş verən zəlzələnin özü ciddi fikir ayrılığı yaratdı. Türk alimləri, məşhur alimləri iki cəbhəyə bölündülər. Bir qismi söylədi ki, bu zəlzələ böyük bir dağıdıcı zəlzələnin başlanğıcıdır. Digərləri söylədi ki, bu yığılmış bir enerjinin çıxması idi və bir müddət bir fasilə olacaq yeni enerji toplanana qədər. Azərbaycanda vəziyyət necədir? Çünki bizim ən təhlükəli Ərəbistan platası dediyimiz, yəni məşhur coğrafiyaşünaslar da bunu bilir və çox işlədirlər. Ən böyük təhlükə yaradan, şimala doğru daim hərəkətdə olan, hər il bir neçə millimetr olsa da, amma ümumilikdə gərginliyi də yaradan böyük bir hissədir və bu hissədə Azərbaycanın çox böyük ərazisini əhatə edir. Ona görə də bizdə durum necədir, vəziyyət necədir? İllah da ki, son aylar Azərbaycanın müxtəlif yerlərində bir var, ənənəvi həmişə alışdığımız kimi olur, Azərbaycanın bölgələrində məlumatlar daxil olur, amma son müddətdə İsmayılı, Şamaxı istiqamətində bir neçə zəlzələnin olması, eyni zamanda Bakı ətrafında palçıq vulkanlarının aktivləşməsi belə söhbətlərə sosial mediada da zəmin yaratdı ki, Bakıda da, Azərbaycanda da güclü zəlzələ ola bilər. Amma istəyirəm bir İstanbula bağlanaq. Baku TV-nin xüsusi müxbiri Dəryanur Cəfərova İstanbuldadır. İstanbulda vəziyyət necədir? İnsanlar evlərindən qorxub çəkiniblər. Bugün yenə yeraltı təkanlar olub. Doğrudur, gücü o qədər də olmasa, amma hər halda İstanbulda əhval necədir? İnsanlar nəyi düşünür? Hansı cəbhədə olan alimin fikri ilə razılaşır? Bir panika, xaos yoxdurmu? Dəryanur xanım eşidir bizi? Bəli, eşidirəm, eşidirəm. Buyurun. Vurğuladığınız kimi İstanbulda çoxdandır gözlənilən bu zəlzələ bu dəfə özünü daha çox büruzə verdi və bunun nəticəsində də İnsanlar haqlı olaraq təşvişə düşdülər. Ancaq dünəndən etibarən kütləvi informasiya vasitələrində ictimaiyyətin yəni stresə düşməməsi üçün, təlaşlanmaması üçün televiziyalar müxtəlif qonaqları çağırırlar. Bu sahədən xüsusilə əsas bilən insanları çağırırlar ki, insanlar qulaq assın və ona görə tədbirlərini görsünlər. Ancaq vurğuladığınız kimi, yəni oturub televizor qarşısında hər hansısa bir fikri yəqinləşdirmək, birinə daha inanmaq, yəni tam şəkildə mümkün deyil. Çünki fikirlər haçalandı, iki hissəyə bölünüb. Əvvəlcə onu qeyd edelim ki, 23 aprel dünəndən etibarən 266-dan çox artçı zəlzələ qeydə alınıb. Türkiyənin Daxili İşlər Nazirliyinin, həmçinin digər qurumlarının iştirakı ilə keçirilən brifinqdə məlumatlar verildi və orada da insanlara tədbirli olmaqlarını tövsiyə elədilər. Ancaq bir tərəfdən də əlbəttə ki, dövlət öz işini görməkdədir. Bilirsiniz ki, böyük əslin fəlakətindən sonra Türkiyədə daha da çoxalıb zəlzələ qorxusu. Alimlər nə deyir? Əsas işin bilən insanları nə deyir? Buna nəzər salsaq onu deyə bilərik ki, sizin də vurğuladığınız kimi tam şəkildə hansısa fikrin üstünlük təşkil elədiyini deyə bilmərik, insanların inamına dair yola çıxsaq. Məsələn, çox bu dünənki zəlzələni əslində əvvəlcədən proqnozlaşdığı dediyini iddia edən, əslində kütlənin də, insanların da inandığı və işində professional olan bir mütəxəssis də var, alim də var ki, hansı ki, dünən onun fikri də çox vacib idi. Profesör Şənər Üşməzoydur bu, sosial şəbəkələrdə də videoları çox yayılıb. Onun fikrincə artıq İstanbulda gözlənilən
zəlzələ bununla bitdi və demək olar ki, bundan sonraki İstanbulda o proqnozlaşdırılan böyük zəlzələ artıq olmayacaq və ehtimalı çox aşağıdır. Onun səsləndirdiyi fikirlərə görə, yəni böyük miqyasda dağıntılara səbəb olacaq bir zəlzələ gözlənilmir. Ancaq digər cəbhəyə baxdığımızda isə yenə ictimaiyyətin çox böyük inandığı, güvəndiyi və öz işində kifayət qədər professional olan, hətta İstanbul Böyükşəhər Bələdiyyəsinin zəlzələ ilə bağlı gördüyü tədbirlər planına daxil edilmiş bir professor da var ki, Cəlal Şəngül. O isə hər dəfə üstünə xüsusi vurğu edərək söyləyir ki, hələ bizim görüb görəcəklərimiz qarşıdadır, İstanbullular diqqətli olsunlar və dünənki zəlzələnin də həmin böyük zəlzələrin xəbərçisi olduğunu bildirir. Təbii ki, insanlar bu fikirləri qulaq asdıqca daha da təşvişə düşürlər. Hal-hazırda mən İstanbulun Anadolu qitəsindəyəm. Zəlzələ isə İstanbulun Avropa qitəsində daha sərt şəkildə hiss olunub. Ən çox hiss olunan bölgələr isə Beylikdüzü, Böyükçəkməcə, Kiçikçəkməcə, Esenyurt və digərləridir. Biz dünən Anadolu qitəsində zəlzələni kifayət qədər dərindən hiss etdik və zəlzələ baş verən an nə olursa, yəni binada gələn xışırtı səsləri, lüstrların titrəməsi, televizorların, əşyaların titrəməsi bu öz yerində. Ancaq Avropa qitəsində xüsusilə evləri tam şəkildə yenilənməyən insanlar böyük qorxu içərisində oldu. Rəqəmlərdən də gördüyünüz kimi 6 bal gücündəki zəlzələni həmin bu Beylikdüzü, Böyükçəkməcə bu ərazilərdə Avropa qitəsinin daha uzaq, mərkəzdən uzaq ərazilərində hiss elədilər. Təbii ki, kəndisel dönüşüm deyilən binaların yenilənməsi prosesi davam edir. Amma İstanbulda çox təhlükəli vəziyyətdə olan binalar var. Həmin o binalarda yaşayan sakinlər də dünən də gecəni çöldə keçirdilər. Çünki binalarına güvənmirlər. Nazirlik də müraciət elədi. Əgər yaşadığı binaya güvənmirsə vətəndaşlar evlərinə girməsinlər. Güvənməmək nə deməkdir? Türkiyədə əsasən də əsl fəlakətindən sonra insanlar müraciət elədilər əlaqədar qurumlara, bələdiyyələrə ki, gəlib yoxlasınlar ki, onların binaları zəlzələyə dayanıqlıdır, yoxsa yox. Bütün vətəndaşlar ki, həmin ərazidə olan insanlar da müraciət eləyib, müraciət eləməyənlər belə özləri artıq binanın görünüşündən, yaşadıkları binanın vəziyyətindən agahdırlar. Ona görə də maksimum evlərinə girməməyə çalışırlar. Ancaq bu nə qədər çəkəcək, o bilinmir. Yəqin ki, bir neçə gündən sonra artıq stres azaldıqca və artıq onlar əmin olduqca ki, ardı gəlmir, öz evlərinə daxil olacaqlar. Çünki əsrin fəlakətindən sonra da Hataya ən yaxın ərazi olan şəhərə getmişdim mən və orada da həmçinin Hatayın özündə də dağıntıların, binaların az dağıldığı ərazilərdə belə aylarla insanlar çadırda gecələməli oldular və bir müddətdən sonra artıq həyat öz axarında davam elədi. Gələcəyə doğru proqnozlardan danışsaq, ancaq yenə də bir daha qeyd edeyim ki, bu barədə tam bir fikir söyləmək hələ tezdir. Bunu həm mütəxəssislər söylüyor, həm də yəni araşdırmalar, zəlzələnin dənizdə olduğu nəzərə alsaq, mütəxəssislər hesab edir ki, bu zəlzələnin tam kimyasının araşdırılması, nə qədər təhlükəli olduğunu hələ bir neçə müddət araşdıracaqlar. Dünyadan da reaksiyalar var İstanbuldakı bu zəlzələyə görə və açıqlamalar verilir. Eyni nəticədir onların da göstərdiyi ballar, Türkiyədə elan olunan ballar oradan da bildirilir. Hələlik bu qədər. Mən İstanbulun Anadolu qitəsindəyəm, bir daha qeyd edeyim. Burada həyat öz axarında davam edir. Ancaq yenə də insanlar təşviş içindədir deyə bilərik. Təşəkkür edirəm Dəryanur xanım, təşəkkür edirəm. Dəryanur xanım ətraflı məlumat verdi. Bizim də studiyamızda Azərbaycan elminin bu sahədə çox ciddi və böyük araşdırmaçıları, ömrünü bu sahəyə həsrləmiş insanlar var. Biz də öz mövqeyimizi müzakirə eləyək. Türk alimlərinin fikri ilə bizim alimlərin fikrində hansı məqamlar üst-üstə düşür və fərqli məqamlar nədir? Əlbəttə ki, əsas prioritet bizim öz bölgəmizdir. Qurban Yetirilmişli Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, Ənvər Əliyev Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdürü, Azər Qasımzadə Zəlzələ Mühəndisliyi Elmi Tədqiqat Mərkəzinin direktoru və Skype, yəni Zoom üzərində bağlantımız olacaq Qulam Babayev, Geologiya və Geofizika İnstitutunun şöbə müdürü, doçent. Mən xahiş edirəm bağlantında artıq quraq, çünki suallarımıza cavablar verilsin.
xoş gəlmisiniz. İcazənizlə Qurban müəllimdən başlayaq. Qurban müəllim, bir yer tərpənən kimi sizi biz narahat edirik və siz də hər dəfə öz faydalı izahatlarınızdan, tövsiyələrinizdən çıxış edirsiniz. Amma mən istəyirəm məsələyə bu cür bax. Gördünüz türk alimlərinin, yəqin siz də izləyirsiniz ki, neçə gündür çox ciddi fikir ayrılıqları var. Sizin bundan bağlı fikriniz bizim üçün maraqlıdır. Siz hansı versiyanın üzərində dayanırsınız? Və məni qorxudan başqa bir rəqəm var. 2000-ci illərdə bu məsələ çox gündəmdə idi ki, zəlzələlərdə 25 illik sikl var və 99-cu ildə İstanbulda 7 bal gücündə böyük bir dağıntılı zəlzələ olmuşdu və təxminən 25 il keçdi və yenə baş verdi. Eyni şeydə Bakıda 2000-ci ilin noyabrında zəlzələ olmuşdu. Bu minvalla 2025-ci ildə Bakıda zəlzələ gözləyəkmi? Birinci istəyirəm, buyurun. Zəlzələ hər gün var. Elə gün olmur ki, zəlzələ olsun. Çünki yer daxili dinamik proses həmişə davam edilib. Yer də belə deyəndə canlı bir insan kimi nəfəs alır, hərəkətdədir. Qaldı ki, mən çoxlarından razı deyiləm ki, o sikl məsələsi. 25 illik sikl. 25 il, nə bilim, 15 il filan. Amma tarixi faktlar var ki, bunun üstündən böyük bir xətt çəkir. Aha. Yəni, gəlin götürək, keçən əsrin əvvəli 1902-ci il, səhv etmirəmsə, yanvarın 31-də oldu. Şamaxıda, bəli. Ən güclü, axırıncı Azərbaycan üçün dağıdıcı zəlzələ onda olub. Nə qədər evlər dağılıb, özü onun magnitudası da veriblər 6.9, amma biz müəyyən elədik ki, 6.9 yox, o daha çox olub. Daha çox Çünki olub. paleosismologiya ilə biz Oxford Universiteti ilə birlikdə ki, işlər aparırıq. Bizim deməli o vaxtlar cihazlar olmayan, o ölçmələr, instrumental, o tədqiqatlar olmayan vaxtın o bizə məlum olmayan zəlzələləri indi araşdırırıq. Aha. O deməli Ağsu rayonunda da olub, Göyçayda da aparmışıq, sonra Səlyanda da aparmışıq. Hansı ki orada magnitudası 7, 7-dən çox, 7.5 bu cür magnitudalı yeraltı təkanlar olub. İndi keçib, deməli, 2-ci ildən bu yana bir 23 il keçib, 123 il belə götürəydi. Hanı o təkrarlanma? O gücdə harada olub? Bircə dəfə 80-ci illərdə İsmailada olub güclü zəlzələ. Yox, onda da o gücdə deyildi. Deyildi. Xeyr, o zəlzələ 5 neçə, 5-12 idi, nə idi? Amma dağıntısı çox oldu, ona görə yəqin. Siz dağıntının çox olmağı da hamısı tikillərdən asılıdır. Bəli. Birinci növbədə. İkinci növbədə zəlzələnin o ocaqda baş verir. Onun deməli dərinliyindən çox şey asılır. Çox şey. Məsələn, İstanbuldakının dərinliyi az idi bu dəfə. Bəli, 6 kilometr, 7 kilometr. İndi bu afterşoklar ki verir, 21 kilometrə qədər bu mərmərədə davam edir. Biz hamısını qeydə alırıq burada. Bəli, bizim parametrlərin cihazlar. hamısını müəyyənləşdiririk. Xanım dedi, bəli, 2000-dən çox orada yeraltı təkan olub. O dünənki deməli o zəlzələdən sonra günkü. Yəni dərinliyin az olması Dərinliyin az təhlükəni olması azaldır. o xeyr. Əksinə çoxaldır. Dərinlik nə qədər səthi olsa, Üzdə olsa. lokal sahədə o silkələnmə, dağıntı güclü zəlzələdən gedir. Daha çox olar. Eləcə də zəif zəlzələnin də yer səthinə yaxın olduqca onun hiss olma dərəcəsi, yəni intensivliyi ballıqla götürdükdə, misal üçün indi deyilir 6.2 magnituda. Bu 6.2 bal deyil. Bu hardasa 8 ballıq bir zəlzələdir, balı götürsə. Qaldı ki, o lokal sahədə silkələnmə, dağıntı daha çox olur yer səthinə yaxın olanda. Dərində olanda onun deməli silkələmə, hiss olunma əhatəsi, arealı daha böyük olur. Yəni məsələ belədir. Nə qədər dərində çox olsa, o necə deyirlər, yer səthində intensivliyi onun aşağı düşür. Bu belə. İkincisi, elə o ilə deyim ki, neçə ildir deyilir ki, İstanbulda zəlzələ olacaqdır. Kim deyir olmayacaq zəlzələ? Zəlzələ var, olur. Özdə Türkiyə kimi bir ölkə, o böyük bir regionu əhatə edən, 3 plitə arasında yerləşir. Ərəbistan plitəsi bir tərəfdən, Afrika bir tərəfdən, yuxarıdan isə Evraziya plitəsi. Onların da ən güclü Şərqi Anadolu o qırılması ki var, fay deyirlər. Bir də Şimal o
Anadolu qırılması, onların o şaxələri həmişə hərəkətdədir. Fikir veririk də, dəqiqə başı burada zəlzələlər olur. Bəli. Azərbaycandan da çox düzdür, bizdə il ərzində 5000, 6000 il olur, 8000. Bunların içərisində də hiss olunanı olacaq. Bir. İkincisi, bizim necə deyərlər, apardığımız tədqiqatlar göstərir ki, yəni bir dənə seismologiya sahəsi getmir bizdə. Həm geodinamika, o GPS-lərlə blokların hərəkətidir, istiqamətidir, il boyu nə qədər onların hərəkətidir, o qırılmalar boyunca o hansı zəlzələlər baş vermək ehtimalı hesablanır, sürətlər hesablanır. Burada geomaqnit variasiyaların yerin daxilindən gələn, onların hamısı özünü göstərir, artmağı, azalmağı, ağırlıq qüvvəsinin dəyişməsi, geokimya sahəsində bütün qazakimyadır, sonra radiokimyadır, radioaktiv elementlərin, o qazların, eləcə də makro, mikro komponentlər, o suların tərkibindəki elementlərin dəyişmələri. Kimyəvi tərkib dəyişir. Bəli, Zəlzələ gündəlik öncəsi, hər bəli. gün bu tədqiqatlar gedir. İndi bax bu tədqiqatlar əsasında indi bu bizdə belə bir deyim vardı. Deyir palçıq vulkanı aktivləşəndə zəlzələ olacaq. Bu indi bilmirəm nə dərəcədə elmidir, nədir. Amma hər halda sizin apardığınız araşdırmalar sizə hansısa bir qorxulu siqnaldan xəbər verirmi ki, Azərbaycanda? Elə onu araşdırırıq. Mənim də Bəli. çıxışlarımda deyirəm ki, qorxulu elə bir Hərəki zəlzələ yoxdur. ocağı yoxdur. Çünki o hərəkətlər, sadaladığım o tədqiqatların nəticələri onu göstərir ki, burada güclü zəlzələ olmaq ehtimalı yoxdur. Yoxdur. Zəlzələ var. Yəni söhbət Aydın. gedir dağıdıcı, Dağıdıcı maqnitudası 6-6-dan yuxarı olan o cürdə. Yoxsa qaldı ki 5 baldır, üzr istəyirəm, maqnitudası 5-dir, nə bilim 4-dür. Hiss olunacaq. Normal tikinti üçün belə ballığa götürdükdə 10 bala qədər bina dözür. Bəli. Yəni tamam yerlə yeskən olmur. Normal tikinti üçün, yəni bütün o tikinti normativlərinə, o layihədə uyğunluq varsa da, onun əsasında Varsa da. götürülübsə də, bəli, o bina dözməlidir. Qurban müəllim, Mən indi siz üzr istəyirəm, buyurun. o dediniz ki, birincisi 99-cu ildə İstanbulda yox, o İzmitdə olmuşdu. Aha, Həmin zəlzələ. ocaq oradaydı. Ocaq orduydu, güclü orduydu. Onu deməli 20 illiyində Kocaeli Universiteti böyük bir tədbir keçirdi. Bəli. Məni də dəvət eləmişdilər. Onu da deyim ki, həm orada həm dövlət o nümayəndələri, elə bil ki, Nazirlər Kabinetinin sədrinə gedir, AFAQ-ın sədri, hamısı iştirak edir belə. Nə olsa yaxşıdır. Birdən yer elə tərpəndi ki, məni yaddan çıxartdı bir dənə zəlzələ. O videolar var bizdə. O deməkdir ki, 20 ildə, o zəif bir şey idi. Yəni ki, amma belə gəldi, həmən götürəkdə vaxtda 4 neçə idi magnitudası. Və indi mən bura gələndə 12-nin yarısı bir dənə də Harda? elə Türkiyədə. Ya, Türkiyədə. Dünən də mən onu dedim ki, nə qədər ki, bu praktika özünü göstərir. Güclü təkandan sonra afterşoklar tez-tez nə qədər davam eləsə, o enerji boşalması gedir, o gözəl şeydir. Qaldı bir dənə də deyim, açıq deməli buradakı qulaq asırlar. Mən çox vaxt arxayın eləyib deyirəm ki, keçin evimizə, narahat olmayın, o hiss olunanın. Nəyin əsasında? Biz baş verən o zəlzələnin ayrılan enerjisini hesablayırıq. Sonra hesablayırıq qalan enerji nə qədərdir? Ayrılanla qalan enerjinin müqayisəsi, yəni baş versə əvvəlkindən əgər aşağı belə ola bilər də, ondan o yana güclü ola İndi bilməz. İstanbulda necə ola bilər? İndi İstanbulda dünən mən demişəm, bilmirəm hansı televizor idi. Bəli. İnanmıram ki 6-dan yuxarı maqnitudasız təkrarlansın. Çünki 2000 təkanın özü bilirsiniz necədir də? O zəlzələ nədən əmələ gəlir? Enerjidən. Yəni orada sıxılma gedir, bəli, genişlənmə bəli. gedir, o litosferdə layların ki var, o dərinlik qırılmaları ki var, arasındakı hərəkətlər var. Müəyyən anda sıxır, enerji toplanır, birdən parçalanır. O parçalanma elə bir suya bir daş atıb necə yayılır hər tərəfə. O parçalanma nəticəsində bütöv deməli mühitə həmin dalğa yayılır, elə də yer səthində öz nə cür deyirlər, intensivliyini göstərir. Budur zəlzələnin var. Düzdür, ayrı tiplər də var, vulkanik tiplər var, o zəlzələlərin baş verməyi, sonra kars tipli deyirlər, ən çox deməli Türkiyədə o kars tipli mağaraların uçmaqlarından və ilaxır və ilaxır. Məsələ belədir. Aydındır. Qaldı ki, o proqnoz məsələsi var. O
bir mənalı bunu başa düşmək lazımdır. Bu proqnoz məsələsi 3 pilləyə bölünür. Qısa müddətli, orta müddətli, uzun müddətli. Bəli. Bu qısa müddətli proqnoz hələ yer üzərində heç bir ölkə tərəfindən qeyri-mümkündür demək və deyilə də bilməz. Nə üçün? Bilirsən ki, gərginlik var. Var. Güclü bir, necə deyərlər, orada enerji toplanması var. Bu zəlzələ də saniyələrlə gedir. Onun vaxtını, gününü, o tez də ola bilər, gec də ola bilər. Bizim praktikada orta müddətli proqnozu vermişik. Amma qısa müddətli bir neçə saatdan bir neçə gündür də. Yəni bu Bəli, bəli. belə deyil. Orta müddətli proqnozunuzda tutaq ki 5-6 ballıq zəlzələ hardasa gözləyirsinizmi? Hələ ki Yaxın yox. müddətdə. Hələ ki yox. Yəni İsmayıllı zəlzələlərindən qorxmayaq. Yox, bu nədir? 3 magnitudası, o birisi belə. Palçıq vulkanlarda təhlükəli deyil. Palçıq vulkan, onu deyim ki, biraz belə təvəzzüh şərəkdən qıraqda çıxsın. Yox, estağfurullah, buyurun. Biz böyük qrant layihəsi çərçivəsində seismik stansiyalar ki almışıq. İlk dəfə olaraq Azərbaycanda heç dünyanın heç bir yerində palçıq vulkanını izləyən monitorinq yoxdur. Bizim palçıq vulkanları üçün biz monitorinq şəbəkəsi qurmuşuq. Elementar, o ekrana gəlir də, hamısı monitora gəlir. Bəli, bəli. Töy, o zəlzələlər də, həmən vulkanlar. Növbətçi axşam dedi ki, bəs nədir? Lökbatan vulkanı bir 2 il bundan öncə olan söhbət. Orada bu saat nədir? Aktivləşmə gedir. Səhər saat 9-da vulkan püskürdü alovla. Yəni bu böyük bir şeydir. İndiyənə qədər Azərbaycanda belə bir şey yox idi. Biz onun bütün parametrlərini, püskürmə vaxtını, dərinliyini, ayrılan enerjini, neçə dəqiqə, nə bilim, nə qədər müddət bu gedib, hamısını bu parametrlərini verə bilirik. Yəni, bəli, bizim hər bir stansiyada Bəli. GPS stansiyalarımız var. Stansiya, yəni kompleks şəkildə dediyim kimi tədqiqatlar aparılır. Yəni orada qradiyent sahələri ayrılır. O qırılmalar boyu hansı bəs deyəndə ki, ehtimal olunur harda gərginlik var, həmən o sürətlərə görə, digər o sadaladığım o fizika, seismologiyanın o parametrlərinə görə ehtimal olunan əraziləri onda biz müəyyənləşdiririk. Orada sürət azdır, burada çoxdur, burada gərginlik toplanır. Elə bil ki, öndə gedən olan plitənin götürək şimal-şərq istiqamətinə də belə götürək. Öndə olan plitənin 6-dır, o birisində 8-dir, 9-dur. İstər-istəməz il boyda millimetr. Gəlib onu sıxmalıdır. O sıxılma ki, davam edir və digər parametrlərlə görürsən, bir də baxırsan ki, orada xırda-xırda təkanlar ki oldu, o gərginlik boşaldı. O ocaqda ki, orada gərginlik var, hazırlıq gedir. Bu cür təkanların, o dalğaların, o yayılması onları tezləşdirə bilər. Yəni, bu cür zəlzələdən sonra həmin o yaxında olan, o təsiri olan ocağa onun tezləşdir. Əgər o ocaqda heç bir aktivlik yoxsa da illər boyu gözləyinən ki, haçansa olacaq. Yəni, bizim praktikamızda çox olub da bunu. Elə Azərbaycan üzrə də götürmüşük. Beləşinə, harda, hansı ərazidə olan zəlzələ ocağına bunun təsiri necə ola bilər? Haçanı, aylar keçib, bəli, zəif bir təkan olub. Hansı ki, neçə ildir o ocaqda heç... Necə deyərlər? Yaşında bəs Cəlal Şəngör niyə belə israrla deyil? O Azərbaycana da gəldi. Mən üzr istəyirəm. Şəngör, onun sahəsi, o geoloqdur. O seismologiya ilə məşğul olmuyor. Elə ümumi sözlər demək asan şeydir. Amma elmin içərisində, tədqiqatın içərisində nəticəyə baxıb fikir söyləmək tamam başqa şeydir. Üzr istəyirəm. 2023-cü il idi də, fevralın 6-sında Qəhrəmanmaraş, gelir İstanbulda zəlzələ olacaq. Zəlzələ kim deyir olmayacaq? Bir. İkincisi də bütün dünyanın, türklərin özü də bizim o, nə cür dərlər, türklərin bütün hamısından bu sahədə aparan demək olar ki, əlaqələrimiz var, birgə işlərimiz var. Ən böyük onun bəlası da Mərmərə dənizində olan o plitənin üstünə gedir. Belə. O böyük bir qırılma ki keçir orada, İstanbulun da oradandır. Ona görə xalqı gərək maarifləndirəsən. O yaralılar hardan olub? Pəncərədən atlanan, pləkanla qaçan. Cəlal Şəngörə qulaq asanlar da onlar. İnananlar da, hə? Özü də demişdi ki, niyə qayıdıb ora? Mən indi Türkiyəni tərk edirəm.
İstanbulu tərk edirəm. Elə bir mən ifadə oxumuşdum zətdə internetdə. Yox da mən demirəm, onun alimliyinə şübhəm də yoxdur. Amma hərə öz sahəsində, öz tədqiqatının nəticəsinə görə fikir söyləsin. O, bilirsiniz necədir? O 78-ci ilin o xəritəsini, ümumi seismik rayonlaşdırma xəritəsində, həmən o xəritədə, onda Spitak 7 bal göstərilmişdi. Yəni aktual deyil o xəritə. 7 bal, gəldi 9 bal. Bəli. Onda deməli bizim üçün də 7-ni 8 elədilər. 8-i 9, 9-dan yuxarı get qaldırmadı. Bunu SSR vermişdi. Tikinti Arxitektura Komitəsinə. O vaxtlar mənim yadımdadır. Onların o məktubunla Ulomov zat var idi. Bilmirəm, bilirdiniz, fizikizmli o institutda və onların Moskvanın kartografiya nə institut tərəfindən gəlmişdi. Onda avtomatik qaldırdılar. Elə götürək SSR-in o vaxtında 66-cı ildə Daşkənddə zəlzələ olanda orada da 7 bal göstərilmişdi xəritədə. Nə oldu? Amma gəldi 9. Ona görə mən danışanda deyəndə deyirəm ki, bu xəritələr ümumi xarakter daşıyır. Qurban müəllim düşünür ki, seismoloji məsələlərlə peşəkarlar məşğul olsun, geoloqların dediyində bir o qədər həqiqət yoxdur. Amma hər halda bir şey mənim Qurban müəllimin bir mövqeyi çox xoşuma gəldi ki, panika yaratmaq yox, insanlara bir təskinlik vermək lazımdır və bu mənada sizin hər birinizə mövqeyinizə görə təşəkkür edirəm. Sizin də çıxışınız məndə də bir ümid yaratdı. Çünki böyük bir ümidsizlikdəydik. Hətta Əlifsət müəllim də ümidsizlikdəydik ki, Bakının binaları dözməyəcək. Vaxtımız bitdi, mütləq biz bu mövzunu davam elətdirəcəyik. Təşəkkür edirəm, özümüzü qoruyaq, görüşərik. Sağ olun.